Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Salam aleykum və rəhmətullahi və bərəkatuh. Əziz qardaşım Hüseyn, Və aleykum salam və rəhmətullahi və bərəkatuh, ata. mənə qatıldığın üçün təşəkkür edirəm. Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bu mənim üçün bir şərəfdir. O şərəf mənə aiddir. Beləliklə, bu gün xəbərlərdə gördük. Bir xəbər məqaləsi çıxdı və mən düşünürəm ki, artıq bir neçə gündür yayımlanıb və bu ABŞ-da vitse-prezidentliyinə namizədin dediyi bir şərhə əsaslanır. Və xülasə olaraq o belə dedi: "Mən qorxuram ki, insanlar, yəni ABŞ vətəndaşları, əgər Trump qalib gəlsə, demokratiyaya inamlarını itirəcəklər." Elə deyilmi? Bu maraqlı bir bəyanatdır. Və bu, hal-hazırda yaşadığımız maraqlı dövrlərdir. Çünki Amerika Birləşmiş Ştatları var və hazırda Amerika Birləşmiş Ştatları dünyada ən böyük demokratiya olaraq tanınır. Elə deyilmi? Və bu, fəal şəkildə və uzun müddətdir ki, dünyada demokratiyanı yaymağa çalışır, düzdür? Və müharibələrə, xüsusi əməliyyatlara və Amerikanın televiziyalar, media orqanları və qəzetləri vasitəsilə yaydığı təbliğata, həmçinin dünyadakı müxtəlif rejimlərə və siyasətçilərə təsir göstərmək üçün milyardlarla dollar sərmayə qoyur. Bu, insanları istər teokratiyalar, istər avtokratiyalar, istər də kommunist hökumətləri və ya monarxiyalar olsun, içində olduqları idarəetmə sistemlərindən demokratiyalara, yəni demokratik sistemlərə inanan insanlara çevirmək üçün həyata keçirilir. Onlar seçki hüquqlarına sahib olan, müəyyən bir idarəetmə forması qurmağa çalışan insanlar yaratmağa çalışırlar. Və biz bu eyni ölkədə hal-hazırda çox maraqlı bir şeyin baş verdiyini görürük ki, bu, çox uzun müddət ərzində bəlkə də Amerika Birləşmiş Ştatlarının tarixində heç vaxt baş verməyib. Və bu da odur ki, Amerika Birləşmiş Ştatları parçalanıb. Hal-hazırda o, birləşməyən Amerika Birləşmiş Ştatlarıdır. Onlar ölkənin hansı istiqamətə getməsini istədikləri məsələsində birləşməyiblər. Və onlar ölkələrini idarə edəcək namizəd və ya fərd haqqında da birləşməyiblər. Ölkənin yarısı və buna görə də bütün sorğuların dediyi kimi mərkəzdə çox-çox parçalanıblar. Bütün sorğular deyir ki, seçki başa-baş olacaq. Son dərəcə gərgin və yaxın olacaq. Nəticə hər iki tərəfə gedə bilər. Ölkənin yarısı demokratik namizəd Kamala Harrisi qazanmaq istəyir. Yarısı isə Donald Trump'ın qalib gəlməsini istəyir. Və vitse-prezidentliyə namizəd bu bəyanatı verdi. Dedi ki, Trump qalib gəlsə, Amerikalıların yalnız Amerika vətəndaşları deyil, ümumilikdə insanların demokratiya prosesinə olan inamlarını itirəcəyindən narahatdır. Və o nə deyir? O deyir ki, insanlar, əgər Donald Trump qalib gəlsə, narahatdır ki, onlar əksəriyyətinin həmişə düzgün qərar verə biləcəyinə inamlarını itirəcəklər. Onlar bu ideyaya inamlarını itirəcəklər ki, xalq həmişə haqlıdır. Onlar bu ideyaya inamlarını itirəcəklər ki, insanlığın əksəriyyətinin seçimi səhvsiz bir seçimdir. Həmişə yaxşılığa aparacaq, bu proses özü isə demək olar ki, ilahi bir şeydir. Biz ona bir dinə inandığımız kimi inanmağa məcburuq. Allah Musa Peyğəmbəri və ya İsa Məsihi İsrail oğullarına kral olaraq təyin etdiyi zaman və Allah İsanı ikinci dəfə dünyaya göndərəcəyi zaman həm xristianlar,
həm də müsəlmanlar inanırlar ki, o bir kral olaraq hökmranlıq edəcək. İslamın İbrahim, İshaq və Yaqubun tanrısı olaraq Allah Mehdini göndərir ki, o da İslam ümmətinə hökmranlıq edən bir kral olsun. Və bu, Allahın verdiyi qərara insanların inamının möhkəm olmasını tələb edir. Amerika Birləşmiş Ştatlarının vitse-prezidentliyə namizədi deyir ki, eyni inam demokratiya prosesinə və demokratiyanın nəticələrinə inam kimi tətbiq edilməlidir. Biz demokratiya prosesinə və demokratiyanın nəticələrinə inanmalıyıq. Biz ABŞ prezidentinə inam göstərməliyik. Biz xalqın əksəriyyətinin seçiminə inam göstərməliyik. Halbuki Quran deyir ki, əgər insanların əksəriyyətinə tabe olsan, onlar səni haqq yoldan azdırarlar. Düzdür? Və hətta Tövrat və İncillər açıq şəkildə bildirir ki, insanlar birini seçəndə həmişə cinayətkarları, həmişə yanlış namizədi seçirlər. Allah tərəfindən təyin edilməyən birini seçirlər, elə deyilmi? Və bu, yeni əhddə göstərilmişdir. Əvvəllər qeyd etdiyimiz kimi, Barabbası sərbəst buraxmaqla İsa Məsihi sərbəst buraxmaq arasındakı seçimi edərkən Yəhudilər Barabbayı, cinayətkarı İsa Məsih yerinə sərbəst buraxmağı seçdilər. Və Allah Tövratda Samueli, İsrail oğullarının hakimi və onların arasında Allahın elçisi və nümayəndəsi olaraq təyin edərkən möhkəm incidi və onlar buna etiraz etdilər və Allahdan və Samueldən özlərinə digər xalqlarınki kimi bir kral təyin etmələrini tələb etdilər. Elə deyilmi? Beləliklə, bu izləyicilərimizə vurğulamaq üçün maraqlı bir nöqtədir. Çox sağ ol, Hüseyn. Həqiqətən də elədir. Çox sağ olun, Əba Sadiq.